15 il qaçaqlıq eləyən Qaçaq Kərəm 1860-cı ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndində anadan olmuşdu. Molla Zalı nəvəsi Nəcəflilər soyunun ulu babası olan Qaçaq Nəcəfin qardaşı nəvəsi, silahdaşlarından olan Balasöyünün dayısı oğludur. Onun atası Molla Zal oğlu İskəndər kəndlilərin haqqını müdafiə etdiyi üçün qolları qandallanıb, Sibirə sürgün edilmişdi. Lakin sürgündən qaçaraq yenidən öz doğma diyarında at belində görünmüşdü. Molla Zal oğlu İskəndər öldürüldükdən sonra onun yarağını oğlu Kərəm götürmüşdü. Azacıq sonra Kərəm nəinki Azərbaycan və Dağıstanda, eləcə də bütün Zaqafqaziyada ümumxalq məhəbbəti qazandı. Bunun səbəbi həm onun cəsurluğu, həm də ədalət hissinin güclü olması idi. Gorki haqlı olaraq yazırdı. Eşitdiyim külli miqdarda hekayələrdə Kərəm insanpərvər və özünə yaxın hesab etdiyi şəxslərə bacardığı qədər kömək göstərmək istəyən bir adam kimi verilir. Zaqafqaziyanın müxtəlif güşələrində Kərəmin igidliyi ilə bağlı xalq arasında bir sıra yer adları vardı. Kərəm körpüsü, Kərəm payası, Kərəm bazarı, Kərəm çalası, Kərəm yolu, Kərəm payı, Kərəm bulağı, Kərəm meydanı və s. Qaçaq Kərəm 1910-cu ildə İranda vəfat edib. Qaçaq Kərəm ailəsi, Kərəmin atası Molla Zal oğlu İskəndər, Kərəmin anası Fəxrənsə xanım Kərəmin, bibisi Zal qızı Gülnaz Kərəmin qardaşları Məcid, Əsəd, Həmid, Mədəd, Yusif atası öldürüləndə anası hamilə olub sonra dünyaya gələn qardaşının adını İskəndər qoyurlar. Kərəmin bacıları Zalxabaş xanım, Kərəmin nişanlısı Zibeydə, Qaçaq Kərəmin silahdaşları. Balasöyün Kərəmin bibisi oğludur, İsmail İncəli İsfəndiyar Haqqıqlı, Təhməz Omar Gürcüstanlı, Cahangir Bayran İncəli, Usuf Abbas Nirvəli, Kəsəmən Alıncan, Səməd Qaçaq dəstənin əsas üzvləri Kərəmlə birlikdə 13 nəfər olub. Azərbaycan yazısı Fərman Eyvazlı çox gözəl 2 hissəli bir kitab yazıb. Azərbaycandan Gürcüstana, Rusiyaya, İrana, Türkiyəyə qədər adı sanı yayılan Qaçaq Kərəm haqqında olan bu kitabı müəllif bir çox arxivlərdə və şəxslərdən topladığı materiallar əsasında yazıb. O zaman bütün Rusiya imperiyasında nəşr olunan Narodnaya Volyaya jurnalının 1895-ci ildə işıq üzü görmüş bir nömrəsində Qaçaq Kərəmdən dəhşətli bir tufan, Calı tufan deyə heyrətlə bəhs edilir. Qaçaq Kərəm əvvəl Kazımxan hərəkatına, sonra isə Səttarxan hərəkatına dəstək olub. Gürcü və Azərbaycan dillərini mükəmməl bilən Qaçaq Kərəm 21 avqust 1896-cı ildə sarayda İran Şahı Müzəffərəddin Mirzəyə qarşı terrorun qarşısını aldığına görə Rusiya imperatoru onun həyatını bağışlamış, amma imperiya ərazisinə gəlişinə qadağa qoymuşdur. İranda yaşamağa məcbur olan Qaçaq Kərəm Azərbaycan ilə daima əlaqə saxlamış, Stalini Qaçaq Gülsüm, Süleyman Əli ilə həbsdən xilas etmiş, sonra isə 2 ay Stalini Təbrizə dəvət edib yanında saxlamışdır. Qaçaq Kərəm Gürcüstanda çox məşhur idi. Gürcü dili bildiyi üçün tez-tez bura gedirdi. Troybağ, İleriya kimi nüfuzlu Gürcü qəzetləri də öz oxucularını ardıcıl surətdə Qaçaq Kərəmin fəaliyyəti, harada və kimlərə qarşı vuruşması ilə tanış edirdi. Troybağ qəzetinin xüsusilə 1885-ci ildə çapdan çıxan bir sıra saylarında Kərəmə geniş yer ayrılmışdı. Maksim Gorkinin Oçerkində də qeyd olunduğu kimi Tiflisdə, Axalsıq, Kutaisi, Signaxi, Goril, Duşeti qəzalarında Qaçaq Kərəm sevilirdi. Anton Purtseladze, Georgi Amilahvari, Vasili Barnov, Georgi Tumanishvili Gürcü dilindəki bədii və publisistik əsərlərində Qaçaq Kərəmdən çox yazıblar. Çox heyf ki, Gürcü arxivləri bu sənədlərə girişi bağlayıb, amma bəzi sənədləri əldə etmək olub. Mərhum Fərman Eyvazlının Qaçaq Kərəm əsərində onun Gürcü pəhlivanı və idmançısı Qula Qladneli ilə görüşü barədə qısa məlumat verir. Amma bu görüşün təsadüfən olduğunu yazır. Əslində isə yeni faktlar əksini deyir. Gürcü idman növləri içərisində bizim milli güləşin oxşarı olan Ətsidavbaya növü var. Bu idman növü xüsusilə 18-ci əsrdən daha çox populyar olmağa başlayır. Bunun inkişafında Azərbaycanda olan güləş və zorxana çox böyük təsir etdiyindən onlar Azərbaycana tez-tez gəlir, burada görüşlər keçirirdi. 19-cu əsrin sonlarında isə Gürcülər Ətsidavbayanı daha üstünə saymağa başlayırlar və nəticədə Gürcü pəhlivanları özlərini yuxarıdan aparmağa başlayırlar. Bunlar içində xüsusilə Qula Qladneli şəkildə sağdan dizi üstə duran Azərbaycanlıları qəbul etmirdi. O, həm idmançı, həm də özünü Gürcü millətçisi kimi aparırdı. Gürcü mətbuatında tez-tez Qaçaq Kərəm haqqında yazıların verilməsi, onun qəhrəman kimi tanınması, sərhədi keçib Gürcüstanda böyük hörmətlə qarşılanması onun xoşuna gəlmirdi.
Eyni zamanda Qaçaq Kərəmin başına qoyulan pul bir tərəfdən də onu həvəsləndirirdi ki, onu tutub Rus qubernatorunun gözünə girsin. Bu məqsədlə silahlanıb Qazaxa gəlir və Qaçaq Kərəmi axtarmağa başlayır. Lakin Qaçaq Kərəmin bir yerdə durmaması onun işini çətinləşdirirdi. Təsadüfən Kərəmin dalınca gedən qula bir çox insanla bərabər Kərəmin dəstəsinin əlinə keçir. Üstü başı silahla dolu olan qula barədə Kərəm də eşitmiş idi, çünki ona çatdırmış idilər ki, bir gürcü pəhlivanı onu axtarır. Təsadüfən alınan bu görüş zamanı Qaçaq Kərəm onu yanına çağırır və silahları yerə qoyub burada nə gəzir sualını verir. Fərman müəllimin kitabında qulanın pəhlivanlıq göstərişindən gəldiyini Qaçaq Kərəmə dediyi yazılır. Qaçaq Kərəmə doğrudan da belə deyir, amma o buna inanmır. Kərəm qulaya silahları yerə qoyub əlbəyaxa döyüşə dəvət etsə də, pəhlivan Qaçağın qarşısında təslim olur. Silahları təhvil verib kənara çəkiləndə Qaçaq Kərəm ona deyir, ah pəhlivan, pəhlivan Qula bu barədə danışmasa da orada olan gürcü yazıcısı və jurnalisti İlya Xoneli öz əsərində bu barədə geniş yazı verir. Bu yazıdan sonra Qula bir daha millətçi kimi çıxış etmir və sadəcə idmanla məşğul olur. Qaçaq Kərəm Azərbaycan xalq tarixində Cənub bölgəsinin sosial mədəni yaddaşında və xüsusən folklor məkanında böyük iz qoymuş, əfsanəvi xalq qəhrəmanı kimi dəyərləndirilən, 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində yaşamış cəsarətli bir şəxsiyyət olub. Onun həyatı, fəaliyyəti, xalq arasında yayılmış dastanlar və rəvayətlər, eləcə də real tarixi faktlar Qaçaq Kərəmin sadəcə bir qaçaq deyil, eyni zamanda ədalət axtarışının, zülmə qarşı üsyanın, kasıbların, zəiflərin qoruyucusu və arxa dayağı olmasının canlı nümunəsidir. Kərəm haqqında məlumatlar əsasən xalq arasında şifahi şəkildə nəsildən nəslə ötürülüb, bəzi mənbələrdə isə tarixi sənədlər, yerli tədqiqatçıların qeydləri və folklor nümunələri ilə zənginləşdirilib. Qaçaq Kərəmin obrazı Azərbaycanın taleyüklü çağlarında, xüsusilə də Çar Rusiyasının sərt idarəçiliyi dövründə, kəndlinin, yoxsulun hüquqsuz və qorxulu həyat şəraitində, ədalət və azadlıq uğrunda mübarizənin simvoluna çevrilmişdir. Onun adı ilə bağlı müxtəlif əfsanələr, mahnılar, lətifələr və dastanlar təkcə Cənub bölgəsində yox, demək olar ki, bütün Azərbaycan ərazisində yayılıb. Kərəm obrazı bəzən romantik qəhrəman, bəzən isə cəmiyyətin sosial-psixoloji ehtiyaclarının daşıyıcısı kimi təqdim olunur. Qaçaq Kərəmin həyatı və ailə mənşəyi. Qaçaq Kərəmin əsl adı və dəqiq doğum tarixi barədə arxiv və yazılı mənbələrdə müxtəlif məlumatlar mövcuddur. Bir çox xalq rəvayətlərində onun əsl nəcabətli, lakin yoxsul bir ailədə, əsasən Lənkəran, Yardımlı, Astara, Lerik və Masallı bölgələrinin kəndlərindən birində doğulduğu göstərilir. Kərəm gənc yaşlarından ailəsinin ağır güzəranı, kəndlilərin sosial ədalətsizlik və məmur zülmü ilə üzləşməsi səbəbi. Ailə mühitində böyüyən Kərəm ata və ana qayğısı ilə yanaşı, kənd həyatının sərt reallıqları, qohumların, qonşuların köməyinə ehtiyac duyduğu şəraitdə formalaşıb. Onun ailəsində böyüklərin mərdliyi, kasıba, imkansız arxa durmaq, haqsızlıqla barışmamaq kimi keyfiyyətlər daim tərbiyə verilib. Bütün bunlar Kərəmin sonraki həyatında özünü daha qabarıq şəkildə göstərir. O, sadəcə öz ailəsinin deyil, bütün kəndin, hətta regionun müdafiəçisi kimi formalaşır. Qaçaqçılığa başlama səbəbləri və ilk üsyanlar. Qaçaq Kərəmin qaçaq kimi tanınmasının başlıca səbəbi dövrün sosial-ictimai şəraiti ilə bağlı idi. Hay-Hayasıda Cənub bölgəsində feodal münasibətləri, bəylərin, xanların və çar idarəçilərinin yerli əhaliyə qarşı haqsızlığı, ağır vergilər, torpaq ədalətsizliyi və sosial bərabərsizliyin dərinləşməsi xalq arasında narazılıq yaratmışdı. Kərəm də məhz bu ədalətsizliyə qarşı çıxan, məzlumun, zəifin yanında olan, haqsızlığa dözməyən, ədalət axtaran biri kimi tanınıb. Reklam. Türkiyədə təhsil. Kərəm haqqında rəvayətlərin bir çoxunda qeyd olunur ki, bir hadisə ailəsinə, yaxınlarına və ya kəndlilərə qarşı haqsızlıq, bəylər və ya məmurlar tərəfindən zülm və alçaldılma onun həyatının dönüş nöqtəsi olub.
O, silah götürüb dağlara çəkilir, təkcə özünü deyil, ətrafında toplanan yoxsul və məzlum insanları da müdafiə etmək üçün öz dəstəsini yaradır. Qaçaq dəstəsinin formalaşması və fəaliyyəti. Qaçaq Kərəm ətrafında əsasən kəndlilər, kasıblar, bəylərin və məmurların zülmündən qaçanlar toplaşır. Dəstə qısa müddətdə regionda tanınır, xalq arasında yoxsulun qisasçısı, ədalət keşikçisi, kasıbların arxası kimi adlanır. Onlar əsasən dağlıq, meşəlik, əlçatmaz ərazilərdə gizlənir, puskular qurur, bəzən varlılara, bəzən isə dövlət idarəçilərinə qarşı hücumlar edir, ədalətsiz yollarla əldə olunan malı kasıblar arasında bölürdülər. Kərəmin dəstəsi sadəcə silahlı hücumlar etməklə kifayətlənmirdi, kəndlərə, ailələrə kömək edir, bəzən bəy və məmur zülmündən qaçan ailələri himayəyə götürürdü. Bu fəaliyyət təkcə dövlət orqanlarını deyil, bəzi varlı təbəqələri də narahat edir. Onların Kərəmi aradan götürmək üçün dəstələr, muzlu silahlılar göndərməsinə səbəb olurdu. Cədvəldə Qaçaq Kərəmin dəstəsinin əsas fəaliyyət istiqamətləri ümumiləşdirilib. Qaçaq Kərəmin Azərbaycan folklorunda və xalq yaddaşında yeri. Qaçaq Kərəm Azərbaycan xalq folklorunda, xüsusilə Cənub bölgəsində xalq qəhrəmanı, ədalət və cəsarət simvolu kimi yaşayıb. Onun haqqında onlarla xalq mahnısı, şeir, rəvayət, hətta qısa dastanlar yaranıb. Kərəmin adı ilə bağlı olan nağıl və lətifələrdə onun cəsarəti, bəzən zarafatçıl və müdrikliyi, həm də kasıblara qarşı həssaslığı xüsusi vurğulanır. Xüsusilə toy və yas mərasimlərindən, el məclislərində onun macəraları, xalqın çətin günündə göstərdiyi kömək çox danışılır. Qaçaq Kərəm obrazı Azərbaycan cəmiyyətində arxa, qahmar, köməkçiyə və doğru yolun müdafiəçisiyə kimi dəyərlərin təcəssümüdür. Xalqın kollektiv şuurunda o, hər zaman haqsızlığın və ədalətsizliyin qarşısında dayanan, qorxmadan, fədakarlıqla mübarizə aparan bir qəhrəmandır. Qaçaq Kərəmin fəaliyyəti və dövlət orqanları ilə münasibətləri. Qaçaq Kərəmin və dəstəsinin fəaliyyəti uzun müddət çar idarəçiləri və bəylər üçün böyük baş ağrısı olurdu. Onun tutulması üçün bölgəyə tez-tez ekspedisiyalar, xüsusi dəstələr göndərilirdi. Buna baxmayaraq, xalqın və kəndlilərin ona verdiyi dəstək, coğrafi bilik və çətin relyef, Qaçaq Kərəmin və dəstəsinin illərlə tutulmamasına səbəb olurdu. Dövlət orqanları ilə açıq toqquşmalar, bəylərlə münaqişələr və sosial-mədəni dirəniş Qaçaq Kərəmin və dəstəsinin folklor və real tarixdə qəhrəmanlıq statusunu möhkəmləndirirdi. Onun ömrünün sonu ilə bağlı müxtəlif rəvayətlər olsa da, əksər versiyalarda o, ya dövlət qüvvələri ilə silahlı qarşıdurmada, ya da xəyanət nəticəsində öldürülüb. Qaçaq Kərəmin mirası və Azərbaycan cəmiyyətinə təsiri. Qaçaq Kərəm təkcə hay-hayasıda deyil, müasir Azərbaycan üçün də sosial ədalət, dürüstlük, arxadayaqlıq, xalqı müdafiə etmək kimi dəyərlərin simvolu olaraq qalır. Onun fəaliyyəti xalq yaddaşında buraxdığı izlər, folklorda yaşadılan obrazı gənc nəslə mənəvi və əxlaqi dəyərlərin ötürülməsində, milli ruhun formalaşmasında mühüm rol oynayır. Onun barəsində yazılan folklor nümunələri, mahnılar, lətifələr və hətta yerli tədqiqatçıların əsərləri bugün də müzakirə olunur, yeni nəsillərə nümunə göstərilir. Kərəm obrazı, xüsusilə sosial ədalətsizliyin hələ də aktual olduğu cəmiyyətlərdə xalqın qahmarı olmaq nümunəsi kimi dəyərləndirilir. Əfsanə və tarixi faktlar. Qaçaq Kərəmin həyat yolu ətrafında formalaşan əfsanəvi motivlər bəzən reallıqdan fərqli olsa da, onun simvolik mahiyyəti və xalqın kollektiv şuurundakı yeri əvəzsizdir. Bəzi tədqiqatçılar Kərəmin obrazında müxtəlif tarixi şəxsiyyətlərin və real qaçaq dəstələrinin birləşdiyini qeyd edir. Ancaq istər folklor, istərsə də tarixi baxımdan Kərəm obrazı Azərbaycan xalqının azadlıq və ədalət arzusunun bədii ifadəsidir. Ən çox verilən suallar. Qaçaq Kərəm kimdir? Qaçaq Kərəm 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində Cənub bölgəsində, əsasən Lənkəran, Astara, Lerik, Yardımlı və Masallıda fəaliyyət göstərmiş, xalq arasında ədalət, cəsarət və arxadayaqlıq simvoluna çevrilmiş əfsanəvi qaçaq və xalq qəhrəmanıdır. Qaçaq Kərəmin əsl adı və mənşəyi nədir? Əksər mənbələrdə onun əsl adı Kərəm kimi qeyd olunur, lakin dəqiq soyadı və doğum tarixi barədə fərqli rəvayətlər var. O, kasıb, lakin mərd və ədalətli ailədə böyüyüb. Qaçaqçılığa başlama səbəbi nə idi?
Kərəm kəndlilərin, kasıbların, ailəsinin və yaxınlarının bəylər və çar məmurları tərəfindən haqsızlığa və zülmə məruz qalmasından sonra silaha sarılıb və öz dəstəsini yaradıb. Qaçaq Kərəmin dəstəsi kimlərdən ibarət idi? Dəstə əsasən kəndlilər, kasıblar və haqsızlıqdan qaçanlar arasında toplanırdı. Onlar Kərəmin rəhbərliyi ilə bölgədə sosial ədalət uğrunda mübarizə aparırdılar. Qaçaq Kərəmin əsas fəaliyyəti nədən ibarət idi? O, kasıblara kömək etmək, varlıların və məmurların zülmünə qarşı çıxmaq, xalq arasında sosial bərabərliyi qorumaq məqsədlə silahlı müqavimət təşkil edirdi. Qaçaq Kərəm folklor və ədəbiyyatda necə təsvir olunur? Qaçaq Kərəm Azərbaycan xalq dastanlarında, mahnılarında, lətifələrində və el məclislərində ədalətli, mərd, arxadayaqlı və kasıbların müdafiəçisi kimi yadda qalıb. Qaçaq Kərəmin ömrünün sonu necə olub? Ən çox yayılan rəvayətlərə görə Qaçaq Kərəm ya dövlət qüvvələri ilə silahlı qarşıdurmada, ya da yaxın ətrafında baş verən xəyanət nəticəsində həlak olub. Qaçaq Kərəmin fəaliyyəti Azərbaycan cəmiyyətinə necə təsir edib? Onun fəaliyyəti və simvolik obrazı sosial ədalət, insanlara arxa olmaq, dürüstlük və milli həmrəylik ideyalarının cəmiyyətə və yeni nəslə ötürülməsində böyük rol oynayıb. Qaçaq Kərəmin adı ilə bağlı hansı folklor nümunələri mövcuddur? Onun adı ilə xalq arasında mahnılar, lətifələr, qısa dastanlar və rəvayətlər yaranıb. Bu nümunələrdə onun cəsarəti və xalqı qoruması əsas mövzudur. Qaçaq Kərəm müasir dövrdə nəyi simvolizə edir? Qaçaq Kərəm bugün də xalq yaddaşında ədalət, cəsarət, arxadayaqlıq və sosial müdafiə rəmzi kimi qalır. Folklor və tarixi irsin ayrılmaz hissəsi sayılır. Ən yaxın dostu ilə düşmən oldu, Stalinin həyatını xilas etdi. Maksim Gorki onun haqqında yazdı. Qaçaq Kərəm kim idi? Qaçaq Kərəm, Kərəm İskəndəroğlu 1860-cı ildə Qazax qəzasının Qraf Kəsəmən kəndində anadan olub. Molla Zalın nəvəsi Nəcəflilər soyunun ulu babası olan Qaçaq Nəcəfin qardaşı nəvəsi silahdaşlarından olan Balasöyünün dayısı oğludur. Onun atası İskəndər kəndlilərin haqqını müdafiə etdiyi üçün qolları qandallanıb, Sibirə sürgün edilir. Lakin sürgündən qaçaraq yenidən öz doğma diyarında at belində görünür. Atası öldürüldükdən sonra onun yarağını oğlu Kərəm götürür. Orkestrin növbəti konserti Beynəlxalq Qadınlar Gününə həsr olundu. Medianın İnkişafı Agentliyinin yeni nizamnaməsi hazırlanacaq. Pandemik mələk, Orxan Fikrətoğlunun hekayəsi. Bir müddət sonra Kərəm nəinki Azərbaycan və Dağıstanda, eləcə də bütün Zaqafqaziyada məşhurlaşır. Bunun səbəbi həm onun cəsurluğu, həm də ədalət hissinin güclü olması olur. O zaman bütün Rusiya imperiyasında nəşr olunan Narodnaya Volyaya jurnalının 1895-ci ildə işıq üzü görmüş bir nömrəsində Qaçaq Kərəmdən dəhşətli bir tufan, Calı tufan deyə heyrətlə bəhs edilir. Maksim Gorki isə onun haqqında yazırdı. Eşitdiyim külli miqdarda hekayələrdə Kərəm insanpərvər və özünə yaxın hesab etdiyi şəxslərə bacardığı qədər kömək göstərmək istəyən bir adam kimi verilir. Qafqaz qaçaqları içərisində ən rəşadətlisi Kərəmdir. Kərəm əfsanə və nağıllar qəhrəmanıdır. O, ədalət mücəssəməsidir. Zaqafqaziyanın müxtəlif puşələrində Kərəmin igidliyi ilə bağlı xalq arasında Kərəm körpüsü, Kərəm payası, Kərəm bazarı, Kərəm çalası, Kərəm yolu, Kərəm payı, Kərəm bulağı, Kərəm meydanı kimi bir sıra yer adları yaranır. Qaçaq Kərəm Türkiyəyə keçdiyi vaxt sərhədçilər tərəfindən təqib olunarkən sərhəd rəisi Navin bəyi öldürür. Yenidən öz torpaqlarına qayıdan Kərəm günahsız kəndlilərin onun üstündə çar məmurları tərəfindən incidildiyini görüb, Hay-Hay əsrin 90-cı illərində yenidən Cənubi Azərbaycana keçir, orada işləyib, ailə qurur. Kərəm bağışlanılmasına baxmayaraq ömrünün sonuna kimi ədalətsizliyə qarşı mübarizə aparır. Qaçaq Kərəm əvvəl Kazımxan hərəkatına, sonra isə Səttarxan hərəkatına dəstək olub. O, Səttarxanla həm də yaxın qohum olub. Kərəmin babaları Xoydan gəlib Qazaxda məskunlaşmışdılar. Kərəmin atası Qaçaq İskəndərin bibisi oğlu məşhur Qazax Məmməd olub. Səttarxan da Qazax Məmmədin bacısı oğludur.
Qaçaq Kərəm həm də Yosif Stalinin Sosa Cuqaşvili həyatını xilas edən adam kimi tanınır. Stalinin ilk siyasi həbsi 1902-ci ildə Batumidə kütləvi ixtişaşlar zamanı baş verir. 5 aprel 1902-ci ildə onu həbsxanaya salırlar. Burada da onun dinc durmadığını görən rəsmilər onun başqa həbsxanaya köçürülməsinə qərar verirlər. Sosa Cuqaşvili Gəncəyə yatab gedəcəyini öyrənir. O, sevdiyi parolla pəncərədən daş gəlir mahnısını ifa edərək daş bükülmüş kağız vasitəsilə dustaqlara ötürüb, bu barədə yerli qaçaqlara məlumat verilməsini istəyir. Bu məktub qaçaqlara və onlar içində daha nüfuzlu və güclü olan qaçaq Kərəmə çatır. Kərəm Tiflisdən Gəncəyə bir vaqon dustaq, bir vaqon da pul göndərildiyi haqda qaçaq Süleyman adı ilə məşhurlaşan qaçaq Gülsümə məlumat göndərir. Qaçaq Süleyman bu məlumatı alan kimi Gürcüstanla əlaqəyə girir. Ona məlumat verirlər ki, Yatabə gətirən qatarda külli miqdarda pul və siyasi baxışlarına görə həbs edilən dustaqlar var. Qatar Gəncə yolunda olanda qaçaq Süleyman Kərəmin ona başa saldığı plan üzrə hərəkətə keçir. İlk olaraq qatara öz adamlarını yerləşdirə bilən qaçaqlar boş ərazidə maşinisti öldürüb qatarı dayandırırlar. Əməliyyat uğurla başa çatır. Dustaqlar azad edilir, pullar götürülür. Sosa Cuqaşvili də biləndə ki, qaçaqlar kəndlilərin haqqı uğrunda mübarizə aparır, o da Süleymanın dəstəsinə qoşulur. 7 ay bu dəstədə olur. Bir xeyli əməliyyatlarda da iştirak edir. Qaçaq Kərəmlə Sosa arasında dostluq yaranır. Onun qorxmaz igid olduğunu eşidən Kərəm ona xəncər və tapança hədiyyə göndərir. Onun xalq arasında dildən dilə gəzən qəhrəmanlıq hekayələri xırda çinovniklərdən tutmuş, pristava qədər bütün çar məmurlarını qorxuya salır. Çarizm onu aradan götürmək üçün min bir fitnə, fəsadlara əl atsa da istədiyinə nail ola bilmir. Qazax Qəza rəisi Yosif Qançeli, Gəncə qubernatoru Nakaşıcı, polis dəstəsinin rəisi Hüseyin bəy İsrafilbəyov, Ağstafa pristavı Aleksandr Yüzbaşov, Dağıstan süvari alayının komandiri Arçil Cavcavadze, Kazaq dəstələri və yerli satqınlarla birləşərək dəfələrlə Kərəmi tutmağa və öldürməyə cəhd göstərsə mümkün olmur. O dövrdə Qazaxın məşhur zadəganlarından olan İsrafil ağa ilə qaçaq Kərəm bir müddət dost olublar. Ancaq sonradan Kərəm ilə İsrafil ağa qan düşməni olurlar. Bu dostluq, eləcə də aralarında sonradan yaranan mərdanə düşmənçilik onların adına dastanlar qoşulmasına gətirib çıxarıb. Deyilənlərə görə Kərəmin qardaş qədər yaxın olduğu can dostu İsrafil ağa ilə aralarında düşmənçiliyin yaranması da məhz elə Kərəmin düşmənlərinin əl işi idi. Qaçaq Kərəm 1910-cu ildə öz əcəli ilə İranda dünyasını dəyişir. O, öz əcəli ilə dünyasını dəyişən yeganə qaçaq olur.